Deniz külekler oynadı, vəhşi felekler oynadı. Yaşıl çemende dalgalar, bu dip çiçekler oynadı. Deniz o mavi gözlüdür, çaştı tufanla oynadı. Yürekle canla oynadı, coştu içinden kaynadı. Sen de tufanla oynama, sen de tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coşup içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Tufanla oynama, sen de tufanla oynama. Deniz gibi coşma gülüm, ay gülüm. Coşup içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Çok değil bizim ömrün illeri. Sen bize hoş gelmişsen Səs Azərbaycana. Hoş gelmişsen gülüm. Azar, özün barədə bir kəlmə. Salam, adım Şamildir. 20 yaşım var. Dillər Üniversitetinin tələbəsiyəm. Maşallah, maşallah. Şamil, bu mahnıya necə oldu sen bu mahnını seçtin? Sen beni içimden oynattın beni mahnıda değildiği gibi. Çox sağ olun. Yəni bu mahnını çox adam tanıyır və bir çox insanlarda bu mahnı nostaljik hisslər oyadır həmişə. Mən də bu mahnını həmişə eşitmişəm, qulaq asmışam, həmişə qulağımda olub və belə qərara gəldim ki, çıxışda da bu mahnını ifa eləsəm Özünü uğurlu olar. müşahidə edirdin gitarda. Bəli. Maşallah. Şamil, neyniyəcək? Neyniyəsən? Mən çox istəyirəm sən mənim komandamda olasan, amma sən seçim sənindir. Mübariz müəllimlə biz. Yox, Şamil mənim çox xoşuma gəldi, həqiqi mənada. Belə deyək ki, ilk addımlarını atan bir gəncdir və gələcəyini görürəm mən Şamilin. Əla. Amma seçim. Uğurlar. Şamil, senin səs tembrdə o qədər istilik var ki, doğrudan da ürək mənə dedi ki, mütləq fırlanmalıydım və basmalıydım. Sən doğrudan da musiqili insansan və mən bunu çox-çox qiymətləndirirəm. Bravo sənə. Seç bala, seç kimi seçəcəksən sən? Əslində, yəni sizin kimi peşəkar musiqiçilərin qarşısında çıxış eləmək və sonda da bir seçim eləmək bu mənim üçün çox çətin bir seçimdir və mən Tünzalə xanımın komandasında. Təbriklər. Uğurlar Tünzəliçka. Çox təşəkkür edirəm əzizim, çox təşəkkür edirəm. Gel. Bravo. Ay Cəmal, bizi yaxşımışsınız. Нет, yaxşı. Recep, kucağla, öpüş. Yaşlar var ya, görüntü молодец. Gel bura. İndi danış görək, istəyirdin ki, sən Tünzalə üzünü çevirsin və sən Tünzalənin komandasına düşəsən. Bu əvvəldən bilirdim bunu, yoxsa bu Yox, mən əslində, yəni təbii ki, mən ümumiyyətlə arzulayırdım hamı gönsün. Hamının bütün iştirakçılar kimi mən də istəyirdim hamı gönsün. Amma yəni üç münsifin çönməyi də mənim üçün çox böyük bir nailiyyətdir və Tünzalə xanımın qrupunda olmaq xüsusilə mənim üçün yəni böyük bir
şərəfdir və sevinç verir mənim üçün. Mən də bütün sənin burada azarkeşlərində, dostlarında, yaxınlarında sən uğurlar arzu edirik. Çox sağ ol. Görək dalı necə olacaq. Allah yaxşı olar. Yaxşı olar. Sağ ol.